Mənim ailəm Şuşada sadə bir ailədə doğmuşam, belə deyim, biraz həyəcanlıyam, üzürlü sayarsınız. Sadə bir ailədə doğmuşam. Atam, babam bir yerdə yaşayırdılar. Nənəm adi kitabxanada işləyirdi. Babam orada həmişə bağ işləri ilə məşğul olmağı xoşlayırdı. Bizim atamın ailəsi 6 uşaqdılar. 2 bacı, 4 qardaş. Atam evin ən böyük uşağıdır. Ona görə ən birinci o evləndi və babam gilə yaşamağa başladı. Biz orada həmişə, daha doğrusu mən orada həmişə atamın babamın həyətdə əkdiyi alma ağacından bəhs eləməsini yadıma gəlir daha çox. Alma ağacı mən gedəndə hətta ora ilk dəfə gözüm onu axtardı. Düz mən babam Şuşa alınmağını görmədi, rəhmətə getdi. Atamla babam həmişə fikir verirsə daha çox atamla babam haqqında danışıram. Onlar Şuşanı çox sevirdi və oradan heç gəlmək istəmirdilər. Anam da həmişə bizə Şuşadakı hamama getməklərindən, kinoya getməklərindən danışırdı. Şuşadakı evimiz bizim Qala Qapıya daha yaxın idi. Şəhərin mərkəzi sayılır orada. Mən atamla həmişə elə eşidirdim, amma bilmirdim o nə deməkdir. Şuşaya özüm gedəndə orada gördüm ki, Qala Qapıya yaxın olan yer Şuşanın mərkəzi sayılır. Gövhərağa məscidi. Sonra Şuşada bir də evimizin türməyə yaxın olduğunu eşitmişdim. Orada daha çox biz həyət evində yaşayırdıq da, Şuşada həyət evində yaşayırdıq. Mal qara saxlayırdılar. Adi günlərdə onlar həmişə sadə insanlar kimi gedirlər, işə gəlirlər. Mən daha çox belə eşitmişəm onlar haqqında. Bizdə Şuşada artıq müharibə haqqında yayılan söhbətlər falan olduqdan sonra çox bəzi insanlar artıq evlərin podvallarında gizlənməyə başlamışlar. Biz də təbii ki, orada Şuşadakı evlərin çoxsa əsas da həyət evlərinin hamısının özünün altında podvallar da oldu, köhnə tikili evlərdə. Bizdə də podval var idi. Biz artıq ermənilərin qonşu kəndləri ala-ala gəldiklərini eşidəndə orada gizlənirdik. Silah səsləri, tank səsləri eşidilirdi uzaqdan. Mənim hətta onunla bağlı bir xatirəm də var. Mən 3 yaşım var idi Şuşada müharibələrin olduğu vaxtda. 3 yaşında bir uşağın bunu yadda saxlamağı qeyri-mümkündür. Əslində, həmişə kiməsə deyəndə evdə onlar təəccüblənirlər ki, ola bilməz. Mənim Şuşa ilə bağlı bir-iki müharibə ilə bağlı yaddaşımda qalan xatirələr var ki, onlardan birincisi budur. Biz evin podvalında gizlənmişdik. Atam 1-ci Qarabağ müharibəsində iştirakçı olmuşdu. Bizdə bütün şəhərdə yaşayan kişilər müharibəyə gedib iştirak edirdilər və bizim şəhərin içində özlərini qorumaq üçün, insanları qorumaq üçün evdə çox olmurdular demək olar. Daha çox biz, nənəm, anam, bibim də onda bizlə qalırdı. Onlar hamımız podvalda gizlənirdik. Podvalda gizlənsək belə yenə də arada yuxarı qalxmaq lazım olurdu. Çünki çox şey oradaydı. Bir gün mənim balaca qardaşım təzə doğmuşdu. Hələ 15 günlük idi. Anam onu ağlayırdı. Onu susturmaq üçün su istədi məndən. Mən də getdim
Daha doğrusu onu sakitləşdirmək üçün su istəmişdi. Mən də qalxdım yuxarı, elə suyu əlimə alırdım ki, birdən güllə səsi eşitdim. Qorxdum, ağladım, stəkan düşdü əlimdən. Bu momentdə atam gəldi içəri. Onu görəndə o qədər sevindim, qaçdım, qucaqladım onu, ağladım və atama dediyim bir söz var. Atam həmişə onu mənə deyir. Dedim, ata, atırlar. O da sakitləşdir məni və bunu həmişə mənə danışır. Bu mənim yadımda qalan ən kövrək xatirələrimdəndir. Sonra Şuşa alınmağa xəbərini eşitməyə başladıq. Biz Şuşanın alındığı haqqında, daha doğrusu əlimizdəki özümüzü qorumaq üçün gücün zəiflədiyini eşitdik və biz bəzi insanlar Şuşadan çıxmağa başlamışdı. Biz çıxdıqları üçün biz də qorxmağa başlamışdıq. Hətta atamla babam deyirdi ki, biz çıxmırıq, siz gedin. Ya siz gedin, ailəmlə burada qalacağam deyirdilər. Amma onları bizim qohumlarımız, əmilərim razı saldılar ki, çıxmaq lazımdır. Artıq hər şeyin yekunlaşdığı vaxtda çıxmaq lazımdır. Və biz çıxdıq, maşın gəlmişdi. Yadımdadır ki, balaca bir avtobus deyildi, amma avtobusdan balaca bir maşın gəlmişdi. Uşaq vaxtı, uşaq ağlında olsam da yadımdadır. Maşının rəngi, ağ rəngi idi, səhv eləmirəmsə. Və məni verdilər bibimin qucağına. Mən bibim o an belə yadımdadır, necə onu məni verdilər. Sonra maşınla gedəndə yolda meşə yolları ilə gedirdik. Meşədə getdiyimiz anda yerdə bir insan gördüm. İnsan belə yatmışdı, əllərini də açmışdı, belə uzanmışdı. Mən onda onu başa düşməmişdim. Amma böyüdükcə yadıma gəlir ki, o sən demə ölü insan idi və müharibə vaxtı, yəni insan meşədə elə uzanmağı biraz anormal olardı. Amma onu mən dərk eləyirəm ki, bu ölən insan idi. Bu xatirə də mənim həmişə yadıma düşəndə çox pis oluram. O anı indiki kimi yada sala biləm. Amma o anın necə beynimdə köhnəldiyini də hiss edirəm. O təzə olan anlarda daha canlı idi. Yuxu kimi deyil idi, real bir şey idi. Müharibə 91-dən artıq, daha doğrusu Şuşada hiss olunmağa başlamışdı. Bizdə anam xəstəxanada olanda, balaca qardaşım doğulanda, orada hətta müharibənin səsləri eşidilirdi. O andan belə onlar həyəcan içində idilər. Müharibə qızışmağa başlayırdı, daha da pisləşirdi get-gedə. Artıq 92-ci ilə keçəndən sonra biz bütün insanların oradan köçdüyünü görəndən sonra biz də öz ailəmizlə Bakıya gəldik. Bakıya gələndə ilk atamın dostunun evində qaldıq. Hansı ki, atam Şuşada alınmamışdan əvvəl Bakıya gedib gəlirdi və onun dostları var idi Bakıda. Ona görə də biz gələn kimi ilk atamın dostunun evində qaldıq. Bir ilə yaxın biz orada yaşadıq. Düzdür, çox çətin oldu, amma çox sağ olsun yaxşı dostları olduğu üçün biz o qədər çətinlik çəkmədik. Atam özü də rəngsaz idi. Burada işləri, ona görə də inşaat işləri ilə məşğul olurdu. Ona görə də burada ilk iş tez tapa bildi, ona rahat oldu. Amma yenə də bizdə o qorxu qalmışdı, qorxu, həyəcan istər-istərməz işləri çətinləşdirirdi biraz. Bəzən insan o şeyləri yenidən yaşayırdı. Bir ilə yaxın dostun evində qaldıq. Sonra artıq oradan da köçməyə məcbur olduq.
kiraya çıxdıq. Kiraya 1-2 il yenə kirayədə yaşadıq. Bizdə anam işləmir, evdar xanımdır. Biz 4 uşağıq ailədə. Onlar da hamısı balaca, artıq məktəbə getməlidirlər. Onda yenə də hələ təzə müharibədən çıxmış bir ölkə olduğu üçün Azərbaycan, yadıma gəlir ki, çörək almaq çox çətin idi. Anam gedirdi evdən çörək almağa. Очеred növbə o qədər olurdu ki, növbədə gözləyirdi. Hardasa bir 6 saatdan sonra gəlirdi evə. Çətin, ölkə olaraq çətin vaxtlar idi onda. Evə gəlirdi, bizlə məşğul olurdu. Atam işdən gəlirdi, axşam biz qaçırdıq yanına. Başqa belə uşaqlıqla bağlı deyə bilərəm ki, məktəbə biz Bakıda başladıq. Mən 5 yaşım var idi artıq, yadıma gəlir. 5 yaşından sonra 6 yaş, mən məktəbə getmirdim. Mənim bacım, qardaşım 5 yaşım olanda məktəbə başladılar. Onlardan 2 il, 3 il sonra mən məktəbə getməyə başladım. Elə evimizə yaxın məktəbdə. O vaxtdan mən yadıma gəlir, artıq 2-ci ya 1-ci sinifdə oxuyurdum ki, mən şəkil çəkməyə başladım. Özüm üçün şəkillər çəkirdim. Həvəsdən karandaş tapırdım. Onda karandaş, mən məktəbdə oxumurdum. Bacımın, qardaşımın karandaşlarını götürürdüm, orlayıb başlayırdım, şəkil çəkirdim. Məktəbdə mən oxuyanda 2-ci sinifdə biz artıq kirayədə yaşayırdıq. Kirayədə yaşadığımız vaxtlarda məktəbdə də məni rəssam kimi tanıyırdılar. Hamı şəkil çəkmək üçün mənim yanıma gəlirdi. Mən də həvəslə özümü göstərdim uşaqlara şəkil çəkməyə və ilk dəfə elə məktəbdə oxuyan vaxtlarımda tədbirlərdə iştirak edirdim. Onda tədbirlər olurdu, hansı ki, yerlərdə şəkil çəkməyə başlayırdıq. Yerdə mellərlə şəkillər çəkirdi, rəngli mellərlə. Sonra məktəbin bütün divar qəzetlərinin mən şəkil işlərini mən görürdüm, rəsmlərini mən çəkirdim. Məktəbdə artıq məni rəssam kimi tanıyırdılar. Kim deyirdi, hamı deyirdi, nə olacaqsın? Mən rəssam deyirdim. Yadımda belə qalıb o anlar. Belə deyim ki, əslində keçmişdə xalçaçılıq bizə keçmişdən gələn bir sənətdir. Qədim sənət kimi, qədim sənət növlərindən biri sayılır. Xalçaçılıq daha çox xalça toxumaqla mənim fikrimcə belə tanınması məncə ona görədir ki, keçmişdə xalça toxuyan nənələrimiz, xalalarımız, onlar xalçanı heç nəyə baxmadan toxuyurdular. Toxuduqları xalça eskizləri hamısı öz beyinlərindən, bəlkə də ailə məişət həyatlarında gördüyü ornamentlərdən əmələ gəlirdi, doğulurdu. Onlar ona görə də bizim qədim xalçalara baxsaz, qədim xalçalarda ornamentlərin çoxsu fərqli, indikilərdən daha biraz fərqlidir. Onlar başlanğıcı səliqəli başlar, bəzi yerlərdə artıq toxucuların elə bir fikirlərinin kəsilib başqa bir fikrə keçirlər, başqa bir rəngdə ya toxuyurlar, ya bir başqa ornamentdən istifadə edirlər. Ona görə biz qədim xalçaları, mən eskizlərini indi işləyəndə, bizdə indiki eskizləri edəndə o köhnə xalçaların əsasında onları eləyirik. Milli xalçalarımızın baxıb onların öz əsaslığını qoruyub saxlamaqla biz yeni xalçalarımızı edirik. Çünki bizdə bəlkə burada da baxdınız, gördünüz, qədim məşhur xalçaların ornamentləri hamısında
hansısa bir gülün hansısa bir gülə, misal üçün Çələbi xalçasını deyə bilərəm, Qarabağ xalçası, orada olan gülün öz başqa yerdə görə bilmərsiniz də, başqa bir Qarabağ xalçasını da görə bilərəm. Çələbi orada olan ornamenti ilə tanınır, ortasında olan gülla. Hansısa bir Gəncə xalçasına ya Qazax, Şirvan xalçasına baxsınız, orada onu görə bilmərsiniz. O ornamentlər hərəsi tam fərqlidir və biz ona görə də qədim xalçalarımızı qorumaq üçün onlardan ilhamlanırıq və mən ona görə elə düşünürəm ki, o xalçalar necə deyim, o xalçalarda olan ornamentlər ona görə onların xəyal dünyasıdır və onlar heç bir eskizdən istifadə etməyiblər. Amma indi bizdə tam fərqlidir. Biz necə bəlkə də deyim, vaxt keçdikcə, indiki devirdə hər sahə inkişaf etdikcə rəssamlıq sahəsi də inkişaf elədi və artıq onlar ən birinci bəlkə də xalçaçı rəssamlar elə o bizim nənələrimizdir ki, hansı ki onları eskizsiz toxurdular və belə-belə eskiz etməyə başladılar. Mən də xalçaçı rəssam, ixtisas olaraq xalçaçı rəssam gedirəm. Xalçaların dizaynını eləyirəm. Əvvəllər bu əl ilə görülürdü. Misal üçün, xalça rəssamları kağızlarda böyük köçürərək, hansısa bir 1/4 hissəni çəkərək toxuculara verirdilər və toxucular onu oradan bir hissəsini toxuduqdan sonra əksinə çevrilib onları toxumağa başlayırdılar. İndi isə get-gedə texnikanın inkişaf etdiyi vaxtda və indi biz kompüter devrində yaşayırıq. Kompüterdə işləməyə başladıq. Mən dizaynları universitetdə oxuyanda əllə çəkirdim, amma işə başlayandan sonra bunun kompüterdə də etməyə başladıq və kompüterdə xüsusi proqramlar ki, hansı ki, bundan dizayn işləri görürlər, təkcə xalça eskizləri yox, başqa kompüter, başqa işlərdə də istifadə olunur, dizayn işlərində. Photoshopda ya da ki, İllustratorda mən xalçaların eskizini yığıram. Əslində, bəlkə də sözə belə birinci başlamalıydım ki, mən artıq vaxt keçdikcə o xəyallar daha geridə qalırdı. Mən həmişə Şuşaya şəkillərdən baxırdım. Atadan, anadan eşitdiyimi öz xəyalımda təsəvvür edirdim və həmişə biraz həm ümid var idi, həm də yenə də belə elə bilirdim ki, Şuşanı heç vaxt görməyəcəm. Amma hər axşam biz atamla xəbərlərə oturub baxırdıq. Xəbərlərdə həmişə başlamamışdan əvvəl xəbərlərdə bir söz var idi ki, o da mənə həmişə çox təsirləndirirdi. Ermənistanın Azərbaycana təcavüzkar işğalları, yenə də işğalları yox, daha doğrusu necə deyim, siyasəti yenə davam edir. Çox sağ olun. Və bu söz həmişə mənə çox təsirləndirirdi. Onu deməyə belə çətinlik çəkdim. O söz həmişə hər xəbərlərdə onu deyirdilər və bu insana çox pis təsir eləyirdi. Əsas da biz məktəbdə oxuyanda da hər insan insana bir başqa cür baxırdı, fikir bildirirdi. Amma onu yaşamayan insan bilə bilməz ki, orada biz keçirdiyimiz anları heç təsəvvür belə eləyə bilməz. Həmişə mən ona görə çox kədərlənirdim və həmişə o sözü bir gün dəyişəcəyinə öz xəyallarımda, fikirlərimdə inanırdım ki, dəyişəcək. Amma yenə də onu yaşamaq tam başqa bir hiss idi. Yəni, insan düşünür, ümid eləyir. Amma reallaşmağının nə qədər gözlədiyimi deyə bilmərəm. Yəni, bəlkə də gözləmirdim əslində. Sadəcə ümid eləyirdim.
Amma reallaşanda çox başqa hisslər yaşadıq. Çox insana təsir edən hisslər. Hətta biz Şuşanın müharibənin başladığı xəbərini eşidəndən belə hamımız uşaqlarla işdə, biz işə avtobusla gedib gəlirdik. Əvvəl və avtobusda bütün günü prezidentimizin xəbərlərini eşidirdik, nə deyəcəyini gözləyirdik. Hər dəfə bir kəndin alındığını eşidəndə biz çox sevinirdik. Axır Şuşanın alınmağı ilə müharibə də sonlandırıldı və o xəbəri eşidəndə biz evdəkilər və bütün Azərbaycan xalqı çöllərə töküldü və maşınlarla, siqnallarla, bayraqlarla, hətta qışqıra-qışqıra öz sevincimizi elə çıxartmağa çalışdıq, göstərməyə çalışdıq. O hissləri demək çətindir, yəni yaşamaq lazımdır onlar. O hisslər həmişə qalacaq. Hər dəfə mən videolara belə baxanda çox həyəcanlanıram yenə. Biz işlə bağlı, mən daha doğrusu işlə bağlı ikinci səfər Şuşaya gedirdim. İlk gedişimdə evimizi görmək həvəsim çox dəhşət həyəcanlandırırdı məni. Amma hava şəraiti və bizim işlə bağlı getdiyim üçün orada olacağımız saat çox az idi və mən çəkiliş onda da gedirdi və çəkiliş vaxtında orada olmalıydım ki, çəkiliş hər an başlaya bilər və mən axtarsalar, tapmasalar olmazdı və o ilk gedişimdə hava da çox soyuq və dumanlı idi. Hər yer duman idi. Mən həmişə bu da o dumanı görəndə mənə o deyilən Şuşa dağları dumanlıdır və mahnılarda da bu var hətta. Bu qədər dumanlı olduğunu təsəvvür eləyə bilmirdim. Onu gördüm və başa düşdüm onda. Gedə bilmədim ilk gedişimdə. İkinci gedişimdə biz bizim sədrimizlə bir yerdə getdik, Emin müəllimlə. Orada bizim Xalça bayramımızı qeyd etdik. Xalça bayramı bizdə hər mayın 5-i qeyd olunur. Bu yaxınlarda da yenə çox az qaldı. Mayın 4-ü, 5-i biz qeyd eləyəcəyik Xalça bayramımızı. Orada qeyd elədik və yenə iş üçün getmişdim. Yenə işin başında olmadım, amma bu səfər vaxt çox idi. Biz mən bir həftə orada qaldım. İşlədiyim vaxtlardan qalan vaxtları biz oradakı iş yoldaşlarımla Şuşanı gəzirdik. Şuşanı həmişə mənə atam dediyindən yadımda qalmışdı ki, Gövhərağı məscidinin yanından Xurşudbayın Natavanın evinə gedən yol var. Oradan biz türməyə tərəf gedən yol var. Onların dediyi, mənə izah elədikləri sözlərlə xəyal eləyirdim ki, buradan getsəm ora gedərəm, amma yenə də qorxurdum. Çünki bir də məni ən çox həmişə təəssüfləndirən bir şey o idi ki, biz orada gəzsək də yenə ermənilərin bizə o qədər, necə deyərlər, bizə qarşı olan nifrəti onlar Şuşadan gedəndən sonra belə, halbuki orada özləri də yaşayırdı, oralara minalar qoyub, bastırıb getmişdilər. Yəni, yenə də öz erməniliklərini elədilər və orada nə qədər təmizlənsə də bəzi hissələr, yerlər var idi ki, mina təmizlənib. Bu söz də həmişə mənim yadımda qalacaq. Mina təmizlənib, amma yenə də çox getməyə, içəri keçməyə qoymurdu. Çünki orada yaşayış olsa belə bizdən sonra mən ona yaşayış deməzdim. Orada otlar, hər yer ot dolu, evlər necə sökülüb qalıb, hamısı dağıdılıb hətta. Evlər, onlar evlərə kimi bizə aid olan evləri, heykəlləri dağıdaraq, bizə aid olan, elə bil ki, bütün abidələri, tarixi yox eləməyə çalışmışlar. Mən onu da gördüm. Və orada bunları təsəvvür eləyə mən yol tapmağa çalışdım evimizə doğru, amma yenə də qorxurdum ona görə. Bir gün biz oteldən çıxdıq, işə gedirdik.
və daha doğrusu işdən qayıdırdıq, otelə getdik. Oteldən sonra çıxdıq, dedik gəzək. Çünki orada 9-a qədər ancaq gəzmək olar. Bizdə də iş saatı 4-ə, 5-ə kimi bitirdi və biz qalan 9-a qədər qalan vaxtımızı gəzməyə sərf eləmək istirdik və gəzməyə başladıq. Nə qədər qorxulu olsa da bunu elədik və gəzdik, bir yerə gəldik ki, hiss elədik ki, biz itmişik artıq burada və bizə oradakı qalan işləyən insanlar da dedilər ki, çox uzağa getməyin, o tərəfə getməyin, geri qayıdın və yoldan keçən maşınlara deyərsiniz ki, bizi siz hara istəyirsə ora apararlar, qaldığınız yeri deyin, aparacaqlar. Elə onu dediyi kimi elədik. Təsadüfən bizim qarşımıza bir dənə polis maşını çıxdı, hərbi maşın və biz ona dedik, o da sağ olsun bizə dedi ki, hə, apararam, Qarabağ otelinə gedəsiydi və mindik. Mən biraz danışmağı daha doğrusu az danışan insan olduğum üçün və həmişə sakit olduğum üçün bizim yanımızda mətbuat katibimiz var idi, Xatuna xanım. O və bizim menecerimiz, onlar söhbət eləməyə başladılar, hansı ki hərbi əməkdaşımızla, hərbiçimizlə və o biz söhbət elədi, nə yaxşı gəlmişsiniz, biraz söhbət eləməyə başladılar və bu anda Xatuna dedi ki, bizim qız da Şuşalıdır və biz onun evini axtarırıq. Bunu deyəndə orada biraz onu maşınsız tapmaq çətin olardı. Çünki və oranı tanımayan adamla, daha doğrusu ora bələd olmayan adamla getmək biraz çətin olardı. Çünki hələ də təhlükəli ola bilərdi. Və icazə də verilmirdi. Çünki orada təmir işləri gedirdi. Biz Xatuna deyəndən sonra oğlan başladı, izah eləsəz mən sizi apararam dedi. Mən çox sevindim, amma yenə də utandığımdan heç nə demədim. O yolu izah eləyin deyəndə mən belə qaldım ki, necə izah eləyim, izah eləyə bilmirəm. Ancaq bildiyim şeylər dedim ki, həmişə anam deyirdi ki, bizim evimiz Xurşud Bayınlı Natəvandan Üzeyir Hacıbəyovun evinə yaxın yerləşir və türməyə yaxındır. Onu eşitmişdim. Bir də Qala qapı, biz Qalalılar adlanırıq bu arada, Qalalılar deyirlər. Bizdə Şuşanın 4 qapısı var və onlardan biri Qala qapısıdır. O tərəf, o səmtdə qalanlara da Qalalılar deyirdilər. Bunu izah elədim və hardasa təxmini başa düşdü, getməyə başladı. Sonra dedi, yox, tapa bilməyəcəm, atanla danış, ən yaxşısı o izah eləsin. Biz orada internet problemi də var idi, internet biraz az çəkirdi. Ona görə yenə də biz əlaqə saxladıq. Atam izah elədi, sonra canlı video ilə zəng elədi. Elə biz artıq tapdıq. Və o anı mən atam, ailə üzvlərimlə elə bil yaşamaq istədim. Atam izah eləyirdi və birdən üzümü çevirəndə evimizi gördüm. Mən evimizi müharibə vaxtından, müharibə bitdikdən sonra burada işləyən, bizim tanış qohumlarda işləyən hərbiçilərimizdən videosunu görmüşdüm artıq. Ona görə tanıyırdım. Və çevriləndə gördüm bizim evimiz. Qışqırdım ki, ata tapdıq. Həyəcandan söndürdüm telefonu, getdim. Bu momentdə elə yenə atam zəng elədi və mən əslində ağlaya bilən insan deyiləm. Heç vaxtı, yəni ki, tez-tez ağlamıram, belə deyim. Çox pis oldum, kövrəldim. Atam da orada çox kövrəldi. O video ilə belə atama da evi göstərməyə çalışdım. Bizdə bəzi səbəblərdən hələ atam gedə bilməyib və onu göstərmə həvəsi ilə sonra getdim, alma ağacını axtardım həyətimizdə. Çox gəzməyə icazə vermədilər, çünki bəzi nöqtələr göstərməmək lazım idi. Düşmən həmişə yenə də
müharibə təzə bitmişdi, yenə qorxu qalmışdı. Ona görə də bəzi nöqtələr göstərmək lazım idi. İcazə vermədilər çox gəzməyə, amma dedilər ki, evin içinə girə bilərsiniz. Evin içinə girdim və evimizi orada görəndə atamın danışdığı hər şeyi elə bil ki, orada gördüm mən. Və videoda atama göstərəndə atam gördü ki, ev necə biz çıxmışıq, eyni təmir, hər şey sadəcə çox köhnəlib və yerdə qalan bəzi onlardan qalan, orada əslində yaşayış olubdur. Sadəcə biz necə qoymuşuq, necə qoymuşuq, onlar elə yaşayıblar. Yəni, heç bir şey eləməyiblər. Bəlkə də elə bu oldu ki, onlar bilirdilər ki, bir gün buradan yenə gedəcəklər. Əminəm ki, ona görə heç nə eləməyiblər. Onlar bir gün buranı tərk eləyəcəyini bildiyinə görə ora üçün heç nə eləməyiblər. Sadəcə oranın təbii sərvətlərini talan eləyiblər. Mən belə deyə bilərdim. Orada alma ağacını görəndə mən çox sevindim. Babam düzdür rəhmətə gedib, amma elə bildim ki, o da gördü. Babam çox sevirdi o ağacı.